إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adıyla. Allahın salavat-ı selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salam olsun əziz izləyicilər, sizlərə Natiq-i Quran verilişində xoş gördük sizləri. İnşallah bu verilişimizdə yenə də siz əzizlərin xidmətinə lazımlı məsələlər və lazımlı mövzular haqqında inşallah danışacağıq və qonaqlarımızla sizin xidmətinizdə olacağıq. Allah Təbarəkü Teala Qur'an-ı Kərimdə Bəqərə surəsində buyurur: "Və la təqulu limen yuqtalu fi sabilillahi amwatun bel ahya'u velakin la teş'urun." Buyurur: Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridirlər. Lakin siz anlamırsınız. Salam ola o şəhid Səid sərməstə ki qurdular şəbi həftin kicavələr üstə. Salam ola ağamın əllərə düşən əlinə. Salam ola ağamın qəflətən sınan belinə. Salam ola ağamın səngisar olan başına. Cidadə şamə tərəf rəhsipar olan başına. Salam ola şimrin əlində qalan yaralı başa. O halda xeymələrə nagiran baxan ağama. Salam ola qətligəhə xeymədən oruc gedənə. Salam ola orucun axşam açmayan ağama. Bəli, əziz izləyicilərimiz, Natiq-i Quran verilişinin mövzusu Həzrəti İmam Hüseyn əleyhisselamın bu müqəddəs yolunun Qur'an yoluna xidməti, Qur'an sahəsinə xidməti, onu işıqlandırmaq və o haqda danışmaqdır. Həzrəti İmam Hüseyn əleyhisselam Mədinədən çıxıb Kərbəlaya gəldiyi müddət ki, xüsusi yerlərdə, xüsusi insanlarla ki görüşmüşdü, onlarla söhbət əsnasında Qur'an ayələri tilavət etmişdi. Hətta mübarək başı kəsiləndən sonra, mübarək başı niziyə vurulandan sonra da belə keçən verilişimizdə əziz məddahımız o haqda bir mərsiyə də oxumuşdu ki, Qur'an oxusən, Natiq-i Qur'ansan Hüseynin, bilsin hamı Qur'anı və qurbansan Hüseynim. Ki, hamı bunu anlamalıdır ki, İmam Hüseyn əleyhisselam Qur'an yoluna xidmət eləyib. Bizim sözlərimiz və bu verilişdə sizlərə çatdırmaq istədiyimiz mövzular budur ki, İmam Hüseyn əleyhisselamın xidmət elədiyi yol Qur'an yoludur və insanlara çatdırmaq istədiyi məsələlər budur ki, insanlar Qur'andan uzaq düşmüşdülər, insanlar zahirən Qur'an oxusaydılar da Qur'anın ayələrinə əməl etmirdilər və inşallah biz bu verilişlərdə bu məsələləri siz əziz izləyicilərin diqqətinə çatdıracağıq. İlk öncə istərdim qonaqlarımızı sizə təqdim edim və sonra növbə ilə onlara söz verəcəm inşallah sizlərlə salamlaşsınlar. İlk olaraq qonağımız Qur'an qarisi, Qur'an müəllimi, ruhani Hüseyn Əhmədov bizim qonağımızdır. Xoş gəlibsiniz inşallah. İstərdim qonaqlarla salamlaşasınız, növbəti qonağımızı təqdim edeyim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və selamu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin. Mən də öz növbəmdə həm sizi, həm verilişin qonağı, qari qardaşımızı və eləcə də bizi izləyən
izləyicilərimizi, mömin və möminləri salamlayıram. Ümid edirəm ki, verilişdən kifayət qədər istifadə etmiş olurlar, bəhrələnmiş olurlar. Allah köməyiniz olsun. Çox sağ Təşəkkür olun. edirəm. Allah razı olsun. Bəli, növbəti qonağımız Quran qarisi və respublikamızda tanınan bir simadır. Ədalət Behbudov bizim 2025-ci il Quran sədası müsabiqəsinin qaliblərindəndir. Salamlayıram, xoş gəlibsiniz. İstərdim siz də əziz izləyicilərlə salamlaşasınız və inşallah növbəti söhbətlərimizə davam eləyək. Bismillahirrahmanirrahim. Salamlayıram mən də sizləri, dəyərli insanlar, dəyərli ustadlar. Biz də izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm ki, məni də belə bir verilişə dəvət eləmisiniz. Allah köməyiniz olsun. Ədalət, inşallah mən istərdim Quran-Kərimlə tilavət eləyəsən. Çünki bütün işlərin əvvəlində gərək biz işlərimizi Allahın adı ilə və təbii ki, Quran tilavəti ilə başlayaq və inşallah sonra ümidvaram ki, bir-birimizlə həm söhbət olarıq, maraqlı söhbətlərimiz olar. Buyur, yallah, bismillah. Hardan tilavət edəcəksiniz, əziz izləyicilərimiz də bilsinlər. Duha surəsi, bir də Kövsər surəsi. Yallah, bismillah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى وَوَجَدَكَ ضَالًّا فَهَدَى وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى بسم الله الرحمن الرحيم والضحى والليل إذا سجى ما ودعك ربك وما قلى وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى
ألم يجدك يتيما فآوى ووجدك ضالا فهدى ووجدك عائلا فأغنى ووجدك عائلا فأغنى فأما اليتيم فلا تقهر وأما السائل فلا تنحر وأما بنعمة ربك فحدث بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر إنا أعطيناك الكوثر فصل لربك وانحر إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əhsən, maşallah. Allah ömrüyə bərəkət versin, nəfəsə bərəkət versin. Allah inşallah Quran və Əhl-i Beytdən heç bir zaman ayırmasın. Allah Quran xidmətində daima qərar versin inşallah. Təşəkkür edirəm. Çox sağ olun. Gözəl tilavət üçün. Əziz izləyicilər, biz Natiqi Quran verilişində sizin xidmətinizdəyik. Həzrəti İmam Hüseyin əleyhissalam keçən verilişimizdə dediyimiz kimi Quran abu havası olan bir evdə, Quran nazil olan bir evdə dünyaya gəlib. Odur Quran məsələsi ortalığa gələndə İmam Hüseyin əleyhissalam həmən məsələlərdə çalışıb bacardığı qədər Quran sahəsinə öz xidmətin göstərsin ki, biz onların nümunəsini sizə demişdik. Evladına Quran öyrədən müəllimə necə hörmət bəsləməyi və yaxud hər hansısa bir Quran-ı Kərimin ayəsinin təfsiri ortalığa çıxanda İmam Hüseyin əleyhissalam hamıdan gözəl şəkildə Peyğəmbərdən öyrəndiyi təfsiri insanlara çatdırardı. İmam Hüseyin əleyhissalam həyatının bütün sahələrində istər birbaşa olsun, istər Quran ayəsi tilavət etməklə insanlara çatdırardı ki, sizin bu elədiyiniz yol
düz yoldur və yaxud səhv yoldur. O cümlədən Hz. İmam Hüseyn əleyhissalam o zamandan ki Mədinədən çıxdı, Kərbəlaya tərəf yola düşdü, o İmam Hüseyn əleyhissalam bu yol ərzində də bütün insanlarla ki görüşərdi. Onlar İmam Hüseyn əleyhissalama hər hansısa bir sözü deyəndə İmam Hüseyn əleyhissalam onların cavabın Qur'an ayələri ilə verərdi. Bizlər İmam Hüseyn əleyhissalamdan Qur'ana dəyər verməyi öyrənməliyik ki, hər halda, hər bir yerdə Qur'ana dəyər verməliyik. Qur'anın bizlərə verdiyi tövsiyələri gözümüz üstündə saxlamalıyıq. Ki, bunların çoxlu nümunələri var. Hacı, ki, İmam Hüseyn əleyhissalam hətta Aşura axşamı İmam Hüseyn əleyhissalam ki, düşmən gəlmişdi İmam Hüseyn əleyhissalamla döyüşmək. İmam Hüseyn əleyhissalam o günü möhlət istədi. Ki, istəyirəm bugün namaz qılam, Quran oxuyam. Çünki mən namaz qılıb Quran oxumağı çox sevirəm. Yəni, bu Həzrəti xanım Fatimə Zəhra Səlamullah əleyhanın da sözlərində var. Buyurur, mən sizin dünyozdan neçə şey var ki, onu sevmişəm. Onlardan biri Allah kitabını tilavət eləməkdir. Ki, İmam Hüseyn əleyhissalamın özünün Qur'an-ı Kərimə belə deyək, şiddətli şəkildə, aşırı şəkildə məhəbbətinin olması bütün sahələrdə görsənibdir. Siz, əziz ruhanimizdən də istədiyimiz odur ki, sizin özünüzün İmam Hüseyn əleyhissalamın Qur'an tilavətinə, Qur'an ayələrinə dəyər verməyə, müxtəlif yerlərdə Qur'an ayələri tilavət eləməkdə, siz İmam Hüseyn əleyhissalamın bu Qur'ana olan eşqi haqqında nələr bilirsiniz? İstərdim ki, əziz izləyicilərimizə töhfə verəsiniz. Esselamu aləl Hüseyn və alə Ali ibn Hüseyn və alə əvladil Hüseyn və alə ashabil Hüseyn. Bəli, hacı, çox gözəl vurğuladınız. İmam Hüseyn əleyhissalam vəhy evində doğulubdur, vəhy ailəsində böyüyübdür və özü də öz imamət dövründə mələklərin nazil olduğu, mələklərin hüzuruna təşrif gətirdiyi bir Allahın höccəti olubdur. Təbii ki, İmam Hüseyn əleyhissalamın həyatında Qur'an, belə deyək, Peyğəmbərimizin Səqileyn hədisinə diqqət etdiyimiz zaman Qur'an və itrətdə yer alan şəxsiyyətlərdən biri də məhz Həzrət Hüseyn əleyhissalamın özüdür. İmam Hüseyn əleyhissalamın Kərbəlaya gedişi ki, çoxları üçün sual doğurubdur. Öz dövründə də qarşısına çıxıb sual eləyiblər. Nə üçün gedirsən, yaxud niyə bu əhli əyal aparırsan və s. İmam Hüseyn əleyhissalam bu sualları belə Qur'an ayələri ilə cavab veribdir. Bəli, bəli. Məsələn, Mədinədən xaric olduğu zaman ki, məktub gəlir Mədinədə xəlifəyə Yezid tərəfindən, artıq məlum olur ki, İmam Hüseyn əleyhissalam üçün bir sui-qəsd hazırlanır, bir qətl törədiləcək və İmam Hüseyn əleyhissalam Cəddi Peyğəmbər sallallahu aleyhi və səlləmi ziyarət eləyir. Bir rəvayətə görə bu ayəni orada oxuyur, bir rəvayətə görə əsasən Mədinədən xaric olduğu vaxtda Qəsəs surəsinin 21-ci ayəsində Bismillahirrahmanirrahim فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبْ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ. Bu ayə Həzrət Musa əleyhissalamın Fironun şərrindən xilas olmaq üçün şəhərdən xaric olduğu vaxtda oxuduğu ayədir, dediyi cümlələrdir. İmam Hüseyn əleyhissalam bu ayələri qiraət etmənin eyni zamanda da mesajları vardı. O mesajlara diqqət etsək ki, etməliyik də. Çünki Əhl-i Beyt əleyhissalam bizim üçün bir nümunədir və üsvədir. Biz o nümunələrdən həyatımız boyu qidalanmalıyıq və özümüzə ölçü götürməliyik. Üzr istəyirəm,
Hacı, məsələ belədir ki, Qurani-Kərimin əgər biz ayələrini götürsək, 6236 ayə. Bəli. Nə üçün İmam Hüseyin əleyhissalam o ayəni oxudu? Bu Bəli. təbii ki, insanlar üçün bir maraq doğurmalıdır ki, Bəli. yəni bir belə ayənin içərisində niyə İmam Hüseyin əleyhissalam Həzrəti Musanın belə deyək Mədain şəhərinə ya Mədiyən şəhərinə ki, belə deyək Fironun zülmündən qaçan zaman dedi ki, Allah Qurani-Kərimdə onu o şərhalı bu cür açıqlayır. Nə üçün o ayəni oxudu? Bu özü insanlar üçün, düşünən insanlar üçün. Təbii ki, Quran buyurur ki, bu Allahın ayələrində bu kitabda siz düşünənlər üçün nişanələr var. Yəni insanlar düşünməli ki, nə üçün bunları oxuyub? Bəli. Və çox önəmlidir. Biz əgər diqqət etsək ki, Quran qiyamətə qədər hökm sürən ilahi göstərişləri özündə daşıyan höccət kitabdır və Peyğəmbərimizin möcüzəsidir. Bu mətləblərin qiyamətə qədər qalması Allah bunun marağındadır ki, bu qalsın və insanlar bundan maariflənsin. İmam Hüseyin əleyhissalamın bu ayələrlə cavab verməsinin başlıca səbəblərindən biri istəyir özünün Allahın höccəti olduğunu bir daha sübut eləsin. Ki, bizim Musa Peyğəmbərlə heç bir fərqimiz yoxdur. O da ilahi göstəriş əsasında hərəkət eləyirdi və ilahi məqsəd üçün yola qoyulmuşdu. Mənim də gedişim, mənim də xurucum ilahi bir məqsəd daşıyır. Bir mənası budur. Digər mənası ayənin özündə də əks olunduğu kimi müəyyən nigaranlıqlar var idi. Bu təkcə İmam Hüseyin əleyhissalamın canına deyildi, şəxsinə deyildi. Bu din təhlükəsi idi. Yer üzündə Allahın göndərdiyi ilahi hakimiyyət təhlükəsi idi. Ki, ilahi din təhlükəyə düşdüyü üçün təbii ki, onun aparıcısı və təbliğatçısı Peyğəmbərlər olub və Peyğəmbərimizdən sonra da Əhl-i Beyt əleyhissalam. İmam Hüseyin əleyhissalamın işarə etmək istədiyi bir məsələ də budur. Ki, mənim çıxışım Allahın dini üçün nigaran olduğuma görə. Xaifən yətərəqqab. Və eyni zamanda qarşı tərəfin nə qədər zülm əhli olduğunu işarə etmək üçün görürsünüz dövrün Fironuna təşbih vurmuş olur həmin ayədə. Yazdı Firona, bəli. Bəli, bənzədir burada. Qalə Rabbi nəccini minəl qavmiz zalimin. Zalim qövmdən, hətta şəxs də demir. Zalim qövmdən nicat ver. Belə nəzərə gələ bilər ki, yəni o zamanda ki, o zamanın höccəti anlaşılmaya və ona təbii ki, yol göstərmək istəyənlər olur. Onlar da elə həmən o zalim qövmlərdəndir. Bəli, biz tarixi vərəqləyəndə görürük ki, ona verilən suallar Həzrəti İmam Hüseyin əleyhissalama təkliflər ki, gizli yollarla get, necə ki, Əbdullah ibn Zübeyir fəri yollardan Mədinəni tərk elədi. İmam Hüseyin əleyhissalamda bu kimi təkliflər olunurdu. Bunlar bilirsiniz, hacı bir qədər acınacaqlıdır ki, öz dövründə imamı tanımamış olasan. Necə ki, Həzrət Əli əleyhissalam buyurur ki, alim cahillər arasında qərib olar. İmam da eyni növbədə alim adı təbii ki, imamət onun fövqündə dayanan bir məqamdır. İmam Hüseyin əleyhissalamda tanınmamağı məlum olur. Görürsünüz, bu təkliflər İmam Hüseyin əleyhissalama irəli sürülür, amma İmam əleyhissalam öz höccüyyətin əsasən bu ayədə Allahın höccəti olduğunu ortaya qoyur və bəyan edir ki, mən ilahi göstəriş əsasında və ilahi bir hədəf dalıca Mədinəni tərk edirəm. Eyni zamanda da Seyyid, bu ayədə İmam Hüseyin əleyhissalamın özünü höccət kimi bəyan etməsi, öz höccətindən xəbər verməsi, bu tək öz dövrünə şamil olmur. Təbii ki, bugün Şiə inancında da biz başa düşürük ki, bizim 12 imamımız var. Esna əşər şiələri bilirik biz. İmam Hüseyin əleyhissalam hər dövr üçün nümunədir. Yəni, İmam Hüseyin əleyhissalam özünü höccət kimi təqdim etməklə bütün dövrlərdə dövr və zamanlara bunu bu formada
cavab verir. Çünki hər dövrdə bu günün özündə də həmin sual var. Yəni kimsə bunun həqiqətən İmam Hüseyn əleyhissalamın bu cümləsinin bu dövrə də aid olduğunu başa düşmək istəsə, diqqət eləyək bu gün verilən suallara ki, axı niyə öz ailəsini apardı? Bunu bu gün də deyirlər. Bu sual köhnəlməyibdirsə, İmam əleyhissalamın cavabı da köhnə deyil, bu gün var. Və İmam Hüseyn əleyhissalam hər dövrdə insanların öz həyatında mövqeyini necə sərgiləməsini və öz həyatında nədən nümunə götürəcəyini bəlli eləyir. Mən üzr istəyirəm, bir məsələni istərdim qeyd eləyəm. O nədir? Bəlkə əziz izləyicilərimiz üçün qaranlıq qalmış olar. Bu, Həzrəti Musa əleyhissalamın hadisəsi. Bu hadisə necə olub? Bu hadisə belə olub. Həzrəti Musa Peyğəmbər bir gün küçədə gəzərkən görür ki, bu elə bir Fironun adamlarından biri bir adi, necə sizə deyim, belə deyək də, Allaha inanan bir şəxslə davadalaş eləyir. Həzrəti Musa görür ki, bu orada elə bir vəziyyətdədir ki, bu həmən dövlət, nə tərsə deyim, bu Fironun adamı buna güc gəlir və bunu təbii ki, indi bu Fironun adamıdır deyibən, onun da indi orada bir zəhmi var axı, biz uşaq vaxtı bir adamla savaşanda belə olurdu ki, yanımızda bir böyüyümüz olanda, böyük qardaşımız olanda özümüzü daha güclü hesab eləyirdik ki, yəni mənim dalımda dayanan var. Bu da Firon bunların dalındaydı deyibən, arxasındaydı deyibən, bunlar daha ürəkli idilər. Həzrəti Musa görür ki, bunu üstəliyib döymək istəyir. Və bu, Həzrəti Musa gəlir buna köməklik eləyəndə, bu başlayır Həzrəti Musaya da əl-ayaq atmağa. Ki, Allahın istəyidir də, təbii ki, Həzrəti Musa buna bir yumruq atır, o orada ölür. Ölür, bunlar gecə gedirlər, təbii ki, evlərinə. Sabahsı gün eyni bu vəziyyət. Yenə çıxır Musanın qabağına, dünən o küçədə döyülən, o Bəni İsraildən olan adam yenə küçədə kiminəsə, yenə bir başqa bir adamla savaşır. Həzrəti Musa gəlir, buna deyir ki, sən niyə bu işləri görürsən? O qayıdır, Həzrəti Musaya deyir ki, dünənləri o adamı öldürdüyün kimi məni də öldürmək istəyirsən. Həzrəti Musa görür ki, elə bu kömək elədiyi adamın özü belə bunu öldürmək istəyir. Diqqət eləyin İmam Hüseyn əleyhissalamın oxuduğu bir ayə, Hacı. İmam Hüseyn əleyhissalam Mədinədən çıxıb Məkkəyə gedəndə, Məkkədən də gedəcək təbii ki, hara Kufiyə. Yaxşı, Kufiyə nə üçün gedir? Kufədə çünki bunu çağıranlar var. Hətta bir nəfər xeyməsində İmam Hüseyn əleyhissalamın gəlir, İmam Hüseyn əleyhissalamın yanına deyir, nə üçün Kufiyə gedirsən? Deyir, Həzrəti İmam Hüseyn əleyhissalam bir sandıq vardı, o sandığı görsədir. Deyir, bu sandığın içərisi doludur Kufəlilərin məktubu ilə. Ki, həmən Kufəlilər ki, onu çağırmışdılar, bir dənə bir ayəni insan analiz eləyəndə gör, Ədalətcan, necə bir mənzərə ortalığa çıxır, necə oxşar bir hacı mənzərədir. Bax, orada Bəni İsrail idi, dünən kömək eləmişdi. Bu günləri həmən o Bəni İsrail Musanı satır. Həzrəti İmam Hüseyn əleyhissalam, o Kufəlilər ki, məktub yazıblar, ya Hüseyn, ağaclarımız meyvə verib, biz burada zülümlə bezmişik, gəl bizə rəhbər ol. Ki, həmən adamlar ki, İmam Hüseyn əleyhissalamı çağırıblar, sabahları Kərbəlada qılıncların siyiriblər və İmam Hüseyn əleyhissalamı şəhid eləmək üçün gəliblər. Təbii ki, başqa məqsədləri də yoxdur. Hətta icazə də belə vermək istəmirlər. İmam Hüseyn əleyhissalam birisi orada dedi ki, əgər istəmirsiniz, qayıdım gedim. Yox, qayıtmağa da imkanın yoxdur. Sən burada hökman şəhid edilməlisən. Görün mənzərə nə qədər yaxın bir mənzərədir. Deyir ki, Həzrəti İmam Hüseyn əleyhissalam belə bir məsələ var da, əli ilə su içsizdirdi ki, insanlar gəldilər Kərbəlada onun özünün və südəmər balalarının üzünə suyu bağladılar. İmam Hüseyn əleyhissalam bu ayələri tilavət eləməklə təbii ki, nə etmək istəyirdi? Onlara çatdırmaq istəyirdi ki, necə ilahi pərvərdigara Musa sənin dinin üçün
ki, insanlara kömək elədiyi üçün bu əziyyətlərə düşüb, mən də sənin dinin üçün, insanları xilas eləmək üçün bu yola çıxmışam, başıma da hər nə gəlsə gəlibdir. Deməli Seyyid, nəticə etibarilə də İmam Hüseyn əleyhissalam bir növ köməksiz görürdülər. Yanaşma biri də buydu həmin dövrdə. Və Yezdin hakimiyyətini, iqtidarını çox qüdrətli görürdülər və onun qarşısında kim baş qaldırsa məğlub olacaq deyə düşünürdülər. İmam Hüseyn əleyhissalam bu məğlubiyyətə də bir cavab vermiş olur həmin ayədəki. Həzrəti Musa əleyhissalamı da köməksiz bilirdilər. Amma baxmayaraq ki, o az bir dəstəklə Firona qələbə çaldı və ilahi hədəf öz məqsədinə çatdı, öz qayəsinə yetişdi. Təbii ki, Həzrəti Musa əleyhissalam Fironu, belə deyək, başqa formada məğlub elədi, İmam Hüseyn əleyhissalam Yəzidi başqa formada. Bəli, biz Həzrəti Musa əleyhissalamla Firon tarixinə baxanda kimin məğlub olduğunu, kimin qələbə çaldığını da görürük. İmam Hüseyn əleyhissalam verdiyi cavab bu ayənin tərkibində eyni zamanda da bu şübhələrə cavab verdi ki, baxmayın biz kiçik bir qövm gedirik. Həqiqətən Allahın nəzəri altında, Allahın yardımı ilə hərəkət edən dəstə həmişə müvəffəq olub və bu da göz qabağındadır ki, artıq İmam Hüseyn əleyhissalamın Kərbəlası nə qədər qəlblərdə yaşayır və yaşayacaq. Əgər insan gördüyü iş Allaha xatir olsa, ixlasla olsa, hətta bir ayə oxuduğu Quran ayəsi, hətta bir beyt oxuduğu şeir, əgər Allaha görə olsa, Allahın belə deyək də o yüksək şəxsiyyətləri, İmam Hüseyn əleyhissalam kimi şəxsiyyətin yolunun davamlığı olsa, Allah yanında qəbul olmuşu odur. Yəni xalislə olmuş odur. Odur ki, biz Həzrəti İmam Hüseyn əleyhissalamın bu yolunda xidmətin hər kəs hər hansısa bir vasitə ilə o xidməti davam elətdirirsə, işin dəyəri oradadır. Mən keçən dəfə bir şeir rast gəldi mənə. Deməli, şeir hər hansısa bir şairin bir neçə bənd şeiri idi. Əllamə Təbatəbai Quran sahəsində, Quranın təfsiri sahəsində parlaq ulduzlardandır ki, belə deyək də, hələ onun o parlaqlığı davam edir. Kim Əl-Mizandan, Təfsirül Mizandan danışanda hamı, belə deyək də, onun qarşısına belə deyək, sakit dayanırlar. Deyir, bir məclis var imiş. O məclisdə Əllamə Təbatəbai da oradaymış. O məclisdə bir şairin bir bənd şeirini oxuyurlar. Deyir, şeir qutarandan sonra Əllamə Təbatəbai ağa elə hey dizinə vurarmış, ağlayarmış. Deyib, bir söz deyib orada o məclisdə, deyib ki, hazıram, Əl-Mizanımın savabını verən bu şeirin bir bəndinin savabını versinlər mənə. Baxın, yəni nə üçün Əl-Mizan ki, bu günləri doğrudan Quranın mənalarını bizə açıqlayır. Təbatəbai boyda şəxsiyyət deyir ki, o şeirin savabını mənə versələr, mən bu Əl-Mizanımın savabını verərəm. Çünki o həmən bu Quran yolu, İmam Hüseyn əleyhissalamın yolu, çünki Quran yoluna xidmət eləyir, o daha elə bil ki, Quranı İmam Hüseyn əleyhissalamın yolu işıqlandırır. Doğrudur. Yəni, bunlar belə deyək də, keçən verilişimizdə bizim əziz qonaqlardan biri qeyd elədi. Əhl-i beytsiz Quran, Quransız Əhl-i beyti belə təsəvvür eləmək mümkün deyil. Biz keçən verilişimizdə ədalət deməli, demişdik ki, belə bir söz qeyd eləmişdik ki, bütün İmam Hüseyn əleyhissalamın adına qurulan məclislərdə gərək əvvəlində Quran oxuna. Doğrudan, belə deyək, biz bu günlər sizi Allah ömrünüzə bərəkət versin, nəfəsinizə bərəkət versin inşallah. Buradan o yana da Quran və Əhl-i beytlə inşallah sayəsində belə deyək, iftixar eləyərək xidmət eləyəsiniz ki, yəni bütün Əhl-i beyt adına qurulan məclislərin əvvəlində gərək Quran tilavət oluna. Amma yenə də mən bir tövsiyəm odur.
Quran məclislərində də, Quran qariləri də, sizin kimi qarilər də Əhl-i Beytin mərsiyəsini də ən azından mənim bu fikrimdə biləsiz. Necə Quran belə deyə də bu məddahlar mı deyək, mərsiyəxanlar mı deyək, Quran yoluna xidmət eləyirlər. Bu belə deyə Quran qariləri də bu Əhl-i Beyt yoluna, təbii ki, Quran yolu, Əhl-i Beyt yolu eyni yoldur. Bu mənim düşüncəmdir təbii ki. Ən azından bacarmalıdır, heç olmasa bir mərsiyə demək. Sizin istərdim fikrinizi bilən var. Seyidcan, çox gözəl bir mövzuya toxundunuz. Mütləqdir ki, bu baxışla baxsaq ki, bizim dinimiz həqiqətən eşq dinidir. Allah sizləri var eləsin, zəhmətiniz var boynumda. Yəni, müsabiqədə dəyər verdiniz. Allah razı olsun. Bu Allahın bir lütfüdür ki, birinci sizin kimi böyüklərimiz var. Həqiqətən. Hər zaman düşünürdüm, İmam Hüseyin əleyhissalamın məsələn Aşura hadisəsinə baxırdım. Deyirdim ki, ilahi, yəni bu insan canın çox istəyir də. Necə gəlir deyirlər ki, ağa, icazə ver, gedək döyüşə. Görür ki, məsələn, bu az, onlar nə qədər. Yəni, insan qorxar da, içində bir qorxu olar ki, doğradılar, töhdülər yerə, məni də doğrayarlar. İnsan çox istəyir də, məsələn, cismin. Həzrəti Yusuf əleyhissalamın kinosuna baxanda başa düşdüm ki, bu nə eşqdir ki, hadisələri Züleyxa deyir ki, bıçaq verin alma, o qadınlar Yusuf əleyhissalam gəlsin ki, necə almanı doğradılar, əllərini doğradılar. Bu Yusufin eşqi idi. Bu qadınların Yusufə olan məhəbbəti idi ki, əllərini doğradılar, hiss eləmədilər. Bir insan ki, Allaha eşqi ola, anamız ki, Zeynəb əleyhissalam deyir ki, mən gözəllikdən başqa bir şey görmədim. Deyirdim ki, necə gözəllik. Yəni, bu şəhid elədilər istədiyi qardaşı, balaların. Necə orada gözəllik? Həqiqətən də o gözəllik nəymiş? Gözəllik ilahi pərdələr açılırmış, bəli, görürmüş ki, ağa hardadır. Doğrudan da, yəni, insanın belə başa düşürəm ki, Allahla rabitəsi olmalıdır. Əhl-i Beytlə rabitəsi olmalıdır. İnsan gərək özü ilə biraz çox danışa ki, bu yollarda elə oxudum, getdi, şəhid oldu. Baxıram ki, verilən suallar, bir Əllamə Təbəttəbai səhv eləmirəmsə demişdi. Demişdi ki, bir-iki kitab oxumusunuz, özünüz biraz nəysə başa düşmüsünüzsə, qarşınızdakı başa düşməyin üstünə ki, siz gördüyünüzü o görmür. Mən əgər 2 kitab oxuyub onu görmüşəmsə, görün, imamlar, peyğəmbərlər nələri görürmüş. Onlar mənbəydilər. Mənbəydilər. Düşünmək lazımdır. Yəni o insanlara həqiqətən də bir başa salmaq, bir ipucu vermək lazımdır ki, otur biraz düşün. Düşünəndə nəyəsə tapa bilər. Yəni sizin sözünüzə qüvvət, mən siz deyirsiniz ki, yəni insan üçün doğrudan çətindir də. Biz dəfələrlə görmüşük, insanlar var ki, onları ailələri ilə belə, yəni təbii ki, filmlərdə yadda görmüşük də, onları məsələn şantaj eləyiblər ki, sən bu işi eləməsin, məsələn aylın bahasına baş əyiləcək. İmam Hüseyin əleyhissalam ailəsin belə bu dinin uğrunda qurban verməyə razı idi. O belə bir məşhur bir şeir var, deyir, ey kaş 114 ola oğlum mənim Allah, qurban verəm hər surəyə Qur'an əvəzində. İmam Hüseyin əleyhissalamın sözüdür ki, yəni bu qurbanlarımı mən Quranın əvəzində qurban verirəm. İnsan gərək sevdici, o belə deyək, dəyər verdici o şeyin hər nədirsə, onun qarşısında fədakarlığı bacara və İmam Hüseyin əleyhissalam üçün dəyər verdici, belə deyək də, o müqəddəs bir şey, o Quran idi və təbii ki, Peyğəmbərimizin dini idi və İmam Hüseyin əleyhissalam bu yolda bütün bu canından, malından, balalarından keçməyə, belə deyək də, hazır oldu və razı oldu. Təbii ki, bu İmam Hüseyin əleyhissalamın həmən bu xidmətləri idi və o xidmətlərin nəticəsi olaraq, bəli hacı, nəticəsi olaraq İmam Hüseyin əleyhissalam hardadır ki, və Yezid və Yezidlər hardadır. Bunlar belə deyək də Allahın da onların işlərinə verdiyi qiymətdir. Bəli,
Təbii ki, İmam Hüseyn əleyhissalam bu yola da çıxanda Allaha söykənib, Allaha belə də arxalanıb bu yola çıxmışdı. İşin nəticəsi hər nə olur olsun. Acı mənim bildiyim siz Əhl-i Beytin Quranla yanaşı ki, Quran müəllimisiz, Quran sahəsində xidmətləriniz var. Əhl-i Beytin belə də təbliğatı sahəsində də xidmətləriniz var. Mən bilən mərsiyələr, rozələr də oxursunuz. İstərdim inşallah bildiyinizdən bir neçə kəlmə inşallah ərməğan edəsiniz. Allah bərəkət versin ömrünüzə. Əvvəla Seyid, mərsiyələr bayaq siz işarə etdiyiniz kimi də hər kəs öz növbəsində çalışıb ki, İmam Hüseyn əleyhissalamı bəşəriyyətə çatdırsın. Şairlərimiz də öz zehninin, qəlbinin, ağlının mayasını xərcləyib ki, o həzrətin bəşəriyyət üçün fədakarlığını bizlərə nümayiş etdirsinlər, öz nəzmlərində, öz qafiyələrində, kəlamlarında. Onlardan biri də bu şeirdir. Amma Kərbəlanı tanımadan bu şeirləri dinləsək, o qədər də bizim üçün təsirli olmayacaq. Ən önəmlisi budur ki, Kərbəlanın tarixini öyrənək. Biz o tarixi öyrəndikdən sonra həqiqətən məqtəldə oxuyanda, məqtəl tarixini, Kərbəla hadisəsini oxuyanda görürük ki, Kərbəla çox acımasız bir qövmün, yəni buna işarə etmək istəyirəm sadəcə, qarətə gələrlər zireh üçün, qızıl üçün, qiymətli əşyalar üçün, amma bədən əzası üçün deyil. Yəni bu tarixdə bir vəhşilikdir, həqiqi mənada. Mən ənam alacam deyə, mən mükafat alacam deyə, Peyğəmbərin balasının əllərini kəsim, orada o aliyə mənsub olan şəxslərin başını kəsim, aparım, təqdim edeyim və bundan belə bir qarətə qol qoyun. Bunlar həqiqətən çox acımasızca və nəzər salsaq ki, İmam Hüseyn əleyhissalam ilahi höccətdir və bəşəriyyətin nicatı üçün yola qoyulubdur. Bütün bəşəriyyətin borcudur ki, o həzrətin tarixini öyrənə. Çünki dönüş nöqtəsidir bura Kərbəla. İslamın aradan getdiyi bir dövrdə İmam Hüseyn əleyhissalamın öz qanı ilə İslamı bərpa etdiyi yerdir. Bugün şəhid ayəsi varsa, bugün biz şəhid statusu verə biliriksə, vətənimiz uğrunda can verənlərə bunu İmam Hüseyn əleyhissalama borcluyuq. Əgər bugün Quran İsra surəsindəki deyir, uf demə valideynə, bugün bu ayələr əlimizdədirsə, biz bunları İmam Hüseyn əleyhissalama borcluyuq. Ümid edirəm, bu borcu həyatımız boyu əda eləyə bilək inşallah. İnşallah. Ya Hüseyn, sən bir yana, kulli şəhidan bir yana. Ya Hüseyn, sən bir yana, kulli şəhidan bir yana. Sən yatan yer bir yana, bu konu imkan bir yana, bu aləm bir yana. Qanlı məqtəl bir yana, minlər Gülistan bir yana, təşnə ləblər bir yana, ənhar-ı rizvan bir yana. Yəni aləm bir yana, ərbab ətşan bir yana. Yəni aləm bir yana, ərbab ətşan bir yana.
Senden aldı dersi izzet muttasil 9 hüccac. Senden aldı dersi izzet muttasil 9 hüccac. از امام الساجدین تا مهدیه نور فرج kimsene sari gele vallahi gitmez rahi keç Bibila bi Kerbela olmaz kabul emal hac Zibh-i azam bir yana Leb teşne kurban bir yana Yani alem bir yana Erbab etşan bir yana Allah köməyiniz olsun. Allah razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Allah inşallah Quran əhl-i beytlə məşhur eyləsin sizi. Amin. Dəvətimizi qəbul etdiyiniz üçün hər ikizə təşəkkür edirəm. Allah razı olsun. köməyiniz Sağ olun. olsun. Siz İnşallah şərəfləndirdiniz. Allah dərgahında mükafat Allahsız. İlahi Allah amin ya Rabbi. Quran əhl-i beytdən bir anda olsa ayrı salmasın. İlahi Bəli, amin. əziz izləyicilərimiz, Allah sizlərə də çoxlu savab versin. Əhl-i beytin bu müsibətində, bu matəmində çoxlu əcr versin inşallah. Ümidvarıq ki, biz bu verilişdə siz əzizlərə layiqli xidmət edə bildik, lazımlı məsələlərə işarə edə bildik. İnşallah gələn görüşlərə dək Allah amanında çox sağ olun. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا حسين